Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizinlə Azərbaycan dili üzrə model testlərdən bir testin izahına baxacağıq. Demək, şərtimiz belədir. Budaq cümləsi qeyri-müəyyən şəxsli cümlə olan tabeli mürəkkəb cümlə hansıdır? İlk öncə biz tabeli mürəkkəb cümlələri müəyyənləşdirək. Onlar özlərini sakit göstərməyə çalışsalar da səhərə qədər yata bilmədilər. Sasə plus dadə varsa, söhbət tabeli mürəkkəb cümlədən gedir. Şərtimizi ödəyir. Ağsaqqallar danışırdılar ki, nəyi danışırdılar? Özündən sonra cümlə tələb edir, tabeli mürəkkəb cümlədir. Dostum düşünürdü ki, nəyi düşünürdü? Yenə tabeli mürəkkəb cümlədir. Deyirlər ki-ni artıra bilirik. Bura intonasiya vasitəsilə belə deyək, əlaqələndirilmiş tabeli mürəkkəb cümlədir. Evə gəlmişdim ki, məsələ işıqları söndürdülər. Tabeli mürəkkəb cümlədir. Evə gəlmişdim ki, yəni evə gələndə. Əgər biz ki-ni çıxardıb həmin sözə anda, əndəni əlavə edə biliriksə, o zaman birinci budaq cümlə gəlmiş olur, ondan sonra baş cümlə gəlmiş olur. Deməli, bu da tabeli mürəkkəb cümlədir. Deməli, bu hissə bizim üçün heç bir, belə deyək də, xeyir vermədi. Yəni, biz çıxarda bilmədik heç nəyi. Deməli, bizdən istəyir budaq cümləsi qeyri-müəyyən şəxsli cümlə olsun. Baxaq, qeyri-müəyyən şəxs cümlə necə olmalı idi? 3 şərtimiz var idi. Birincisi, xəbəri üçüncü şəxsin cəmində olmalıdır. İkincisi, mübtədası olmamalıdır. Və nəhayət sonuncusu, fikir hər kəsə aid olmasın. Fikir hər kəsə aid olmasın. Olarsa artıq ümumi şəxs cümlə olacaq. Onlar özlərini sakit göstərməyə çalışsa, biz dedik ki, sasə varsa birinci budaq cümlə gəlir. Nə etdilər? Bunu görürük ki, çalışsalar da kim onlar? Burada mübtədə olduğuna görə artıq bu bizim cavabımızı ödəmir. Burada belə hadisə olmayıb. Nə edib? Olmayıb, yəni baş verməyib, olmayıb, baş verməyib mənasında müstəqil götürülür. Burada üçüncü şəxsin cəmində olmadığına görə bu da bizim cavabımızı ödəmir. Dostum düşünürdü ki, nəyi düşünürdü? Görürsünüz ki-nin üzərindən sual verdiyimə görə bu baş cümlədir. Onu hələ də çox danlayacaqlar. Nə edəcəklər? Danlayacaqlar. Kim? Kimlərsə biz kim olduğunu bilmirik. Xəbər üçüncü şəxsin cəmindədir. Mübtədə yoxdur. Bərpası mümkün deyil. Fikir hər kəsə aid deyil. Cavab C variantı. Deyirlər ki, yəni deyirlər. Bax, bu qeyri-müəyyən şəxs cümlədir. Sadəcə olaraq ki-ni əlavə etdiyimizə görə, edə bildiyimizə görə bu baş cümlədir. Bizə budaq cümləni istəyir. Elçin sabah gələcək. Nə edəcək? Gələcək kim? Elçin. Bu da ola bilməz. Evə gəlmişdim ki, yəni evə gələndə. Nə etmişdim? Gəlmişdim kim? Mən mübtədanı bərpa eləyə bilirəm. Burada qeyri-müəyyənlik yoxdur. Bu cümlənin baş cümləsi qeyri-müəyyən şəxsli cümlə kimi işlənə bilər. Ona görə cavabımız oldu C variantı.